Təbii olaraq görünmürəm. Hər kəs hər gün elədiyinin hesabatını verir. Hər ilin sonunda da keçən dəfə o mövzuya toxunmuşduq. Ən maraqlı anılarını birikdirib sosial media hesablarında hesabatını verir ki, bu il nə işlə məşğul olmuşam, nə etmişəm. Normalda yadıma düşəndə ki, falan işi görməliyəm və sabaha ertələnir. Yəni təbii olaraq gün bitimində o yadıma düşürsə, ya elə günün ilerleyen saatlarında, gün orta olsun, başka vaxt olsun, gedib tez yazıram, o iş görülməlidir. İndi kimsə bloknotuna qeyd edir, ona buna paylaşır, orada bu iş görüldü, üstəgəl qoyur, qalatika qoyur, neynir. Yadımda qalan ki, hansı işlər görülüb bugün. Tostoranı saya bilərəm. İkinci, ot dəmləmək, 2 otun qarışımını dəmləmək yadıma sala bilərəm. Gedişatda edilən hər hansı bir şey, biskvit pişirmək, hər hansı bir keks pişirmək, o artıq qeyd olundu, video hesabat o gedib. Adətən 2 yumurtadan daha çox olanda, 3 olanda, 4 olanda, 5 olanda qabarma kapasitesi artır da. Bu mənada hər şeyin otaq temperaturunda olması və digər püf noktalar, tüyolar var ki, onları eləyəndə daha arzu olunan nəticə əldə edirsən. Mən təbii ki, gözləyə bilmədim. Müəyyən qədər hazır elədim, soyuducudan çıxartdım, nə elədim, resepti görən kimi elədim. Yaxşı ki, evdə hər şey vardı, getməyə ehtiyac olmadı. Daha sonra birikən zibillər atıldı falan. Onları qeyd eləmək lazımdır, lazım deyil bilməsəm də. Bugün çox qəşəng hava var imiş, amma yürüyüşlə dəyərləndirə bilmədiyim günlərdən biri oldu. Nə işıqlı saatları, nə qaranlıq saatları. Çox qəşəng hava var hal-hazırda da hiss olunan. Bugün enerji sərf elədiyimiz hansı işlər uğurlu olub, hansılar uğursuz deyə bilmərəm. Daha sonra elədiyim işlərdən yola çıxırdıqsa, tostoran qeyd elədik, ot qeyd elədik. Yəni hər hansı bir baxım vasitəsi olaraq onları dəmləməmişdim. Qaynar suyun içinə tökürsən hər ikisini, yarım-yarım eləmişdim hər patikadan. Daha sonra 20 dəqiqə bekletirsən, süzürsən falan. Mən işlərim çox idi deyə daha çox bekletdim. Sonra su qatdım, nə elədim, biraz isitmək məqsədli. Daha sonra deməli xoş bir hava var idi, amma o xoş bir havada neçə dəfə düşmüşəm, düşə bilmişəm. Yaxşı və ya pis bir şeyləri dəyərləndirməyə çalışanda ağlıma hal-hazırda heç nə gəlmir. Başqa da işlər var təbii ki, araya sıxışdırılan və ya ana bir mərkəzdə duran ki, ona fokuslandığın, oyunla məşğul olmusan bütün gün, onu da bilən bilir.